Salam. Demək, bugünkü dərsimiz SQL Injection-a aid olacaq. SQL Injection, SQL verilər bazasında olan boşluqlardan yəni qaynaqlanır. Belə deyək, Linux-u açırıq və orada laboratoriyamızı eləyəcəyik. Biz keçmiş dərslərdə onu yazmışdıq sizlərlə bərabər. Bu arada çalışın aktiv olun, like verməyi unutmayın. Daha vaxt olduqca daha çox videolar paylaşacağam inşallah. Qısa short videolar və həmçinin belə deyək, dərs mövzularına da toxunacağam. İndi açılsın, biz ora proqram yükləyəcəyik və test laboratoriya üzərində PD SQL Injection-ı test edəcəyik. Mən sizlərə indi onu nümayiş etdirəcəm. Açılsın. Demək, Linux açıldı. Giriş edirik. Və sistemin daxilinə girən kimi səhifəni böyüdək daha yaxşı görək. Və terminala toxunuruq. Terminalımızda SQL Injection-ı yəni istifadə etmək üçün belə deyək, biraz balacalaşdım terminalı. Yallah getdik. Sudo super user-a girirəm. Root bir dənə də clear verək. Və belə deyək ki, birinci növbədə apt məsələn belə deyək də, daha doğrusu belə sudo dpkg xət konfigure məsələn xət a konfigurasiyanı qoşu. Aha. Bax görə nəyə görə? Aha, burada səhv var. Figure xət a. Ya Allah görək. Hə. Düzəltdik. Ondan sonra biz Docker yüklüyürük. Docker bizim konteynerimizdir. Gələcək dərslərdə mən onun haqqında məlumat verəcəm ki, o mövzu nəyə aiddir. Install xət y Docker məsələn deyək ki, Docker ionu yükləsin. Və yükləməyə başladı Docker ionu. Yəni bu proqram ki var, biz test edəcəyik SQL Injection laboratoriyası. Bu bilavasitə belə deyil dildə. Mənə deyir update yazında apt update eləyəndən sonra mütləq eləyək. Problem yoxdur. Update'imiz geçsin. Ondan sonra yükləyə bilərik. Yəni laboratoriyalar xüsusi bu testləri aparmaq üçün xüsusi etik çərçivədə laboratoriyalar var. O laboratoriyanı yükləmək üçün kompüterimizə, Linux-a bilavasitə Docker'dan istifadə. Docker isə bir konteyner fikirləşək. Daxilinə proqramlar yüklənə bilir. Bunun haqqında geniş mən mövzu açacağam gələcək dərslərimizdə və Docker-i yükləməyə başladıq. Ondan sonra biz həmən proqram vasitəsini işə qoşacağıq və onun üzərindən müəyyən laboratorik iş aparacağıq. Yəni SQL verilər bazasında olan boşluqları necə yəni istismar etmək olur, necə hücumlar olur, onu etik çərçivədə mən sizlərə anlatacağam. Çalışın yenə deyəm, aktiv olun və like eləməyi unutmayın dərslərimizi inşallah. Bacardıqca mən yeni videolarda paylaşacağam. Aktiv olaq. Həmçinin Instagram səhifəmdə də aktivlik eləyə bilərsiniz. Orada mən paylaşıram müəyyən öz test laboratoriya fikirlərimi. Həmçinin YouTube-da da. İndi yükləsin. Ardını gedək. Başlayaq. Aha, progresimiz də getdi. Ondan sonra biz başlayacağıq daxili sistemimizi artıq düzəldə getməyə. Belə deyək. İndi mən gəlirəm, sistemi artıq yüklədik. Sistem ctl deyirəm ki, enable docker now. Docker'i yandırdıq. Və deyirəm ki, user mod, istifadəçi modu və deyirəm ki, xət ag, sistemə verirəm docker $user. Standart bir proseduradır bu zaten. Ondan sonra biz bir dənə sistemdə belə bir şey verir. New. Bunlar zaten yüklənməsi üçün istifadə olunur. New grp docker. Sistemə yüklədik. Ondan Docker'ə deyirəm. Docker konteynerin daxilində olan run yandır. Məsələn rm xət it xət p passwordlar. Məsələn hansını? 80 bölünmüş 80 və vulnerable. Baxın. Aha. Web deva. Daha doğrusu deva. Bu xüsusi bir
belə deyək lower dildə bu xüsusi bir laboratoriya. Aha. Baxaq görək hansında Docker run'ı verdik. Xətt R-mi verdik. IT P nəyə görə? S yadınız. Vulnerables. Yəni boşluqlu web divanı yüklüyürük. İndi inşallah ki açılar. Yükləməyə başlayır. Yəni bu Dockerə deyirəm ki, burada 80-80-da vulnerable, yəni deva xüsusi belə deyək də bir laboratoriya daxilində mənim üçün aç sistemi və o sistemi açdıqdan sonra biz ora xüsusi bir SQL injection manevrlar eləyəcəyik və beləncə sistemə müdaxilə etik çərçivədə mən sizlərə başa salacağam və yüklənmə gedir. Yəni Docker belə deyək ki, əvvəllər Docker yox idi. Uzun il əvvəl çox əziyyət çəkirdik. Docker elə bil ki, belə doğru deyim, işləməyən kodlar belə Dockerin daxilində rahat şəkildə fəaliyyət edə bilir. Bəzən kodu yükləyirik nəsə, xüsusən Pythondan müəyyən proqrama yüklənəndə problemlər yaşayırıq serverlərdə falan. Docker rahatlıqla yüklənir. Hətta köhnə faylları belə yüklənir. Konserv qabı kimi düşünək. Həmçinin Dockerin rolu çox böyükdür sistemlərdə. Ona görə mən gələcək dəstədə onun haqqında bir belə deyim, daha başa düşəcək səviyyədə başa salacağam sizə ki, necə işləyir. Və bu sistem də Docker üzərində qurulub, belə deyək. İndi mən belə deyək, açılsın indi. Hələ ki yüklənmə gedir. Gəlin elə açaq, bəlkə buradan heç bizə şey vermədi. Heç o eybi yox. İndi mən açıram, belə deyək, Mozilla Firefox'u və özü açdı deyəsən, özü verdi. Ya da eybi yox. Gəlin beləyək. Bir çox hallarda Docker'ın özü 127.0.0.1 bölünmüş, daha doğrusu BY'də setup.pp PHP person page setup'a gəldik. Deva belə bir saytdır. Və xüsusi testlər, etik çərçivə testlər sınacaqdır. Aşağıdan bir dənə create database verirsiniz, gözləyirsiniz, seçeneyi vurmayın. Özü zaten sistem özü açacaq və belə deyək də burada admin yazırıq. Burada password. Məsələn, elə passwordun özünü yazırsınız. Məsələn, admin password. Və geri sistemə save. Və burada cürbəcür hücum növlərinin təqlidləri var. Düzdür, belə deyək lower dildə. Mən belə deyək ki, burada məsəl üçün biz indi bugünkü mövzumuz SQL injection'dır. SQL-də datada olan boşluqlarda verir injection'a. Və inyeksiyada belə deyək lower dildə mən burada hər hansı bir belə deyim də sistem daxili hər hansı bir ID yaza bilərəm. Məsələn, yəni rolda 1 2 3 4 məsəl söz yaza bilər. 1 2 3 4 məsələn hər hansı saytda belə bir yer olur və orada hər hansı söz yazdıqda əgər SQL boşluğu varsa belə bir şeyə rastlaşa bilərik kimi submit verdikdə göndərməni yuxarıda get sorğusu görürük. Get nədir? Açıq sorğu. Yəni görürük ki, vulnerable site-da ID 1 2 3 4 bu enddir. End submit, üzr istəyirəm. End submit knopkadakı submitdir. Göndərildi sorğu. Amma sorğunun göndərmə tərzini sağ knopka vururuq. Burada görürük view page search səhifə, yəni daha doğrusu view page search yox. Gəlin inspect eləyik. Üzr istəyirəm. Inspectə giririk. Inspectə girdikdən sonra network şəbəkə bölümünə giririk və reload vururuq. Yönəlmə. Yönəlmədə üzərinə vururuq gedən sorğunun və kənarda belə bir bölmə açılır. Headers, başlıqlar və sorğunun necə getdiyini görürük. Və 200 OK də serverdən əlaqələrdən gedir. Bu anda bizim köməyimizə bunları sömürmək üçün SQL Map deyilən proqram var. Bu Kali Linux'un daxilində gəlir. Hamımızda var. Yükləməyə ehtiyac yoxdur. Xüsusi SQL injection testlərində istifadə olunur. Gəlin bu testdə istifadə olunması üçün gəlin istifadə eləyək. Görək necə işləyəcək. Yazıram sudo su enter root enter. Bir dənə də clear verək ki, əlimizə dolaşmasın və biraz da böyüdüm ki, sizlər daha yaxşı görəsiniz oradakı kodları. Biraz da genişləndirin bu hissəni və beləncə indi gedək. Və gəlir bu hissəyə deyək ki, belə bir məntiq. Mən sistemdə yazıram SQL Map. SQL Map-ə deyirəm ki, xətt user istifadəçi, yəni yönəlmələr, məsələn, mən buradakı yönəlmə tipini belə deyək də, daha doğrusu belə bir dənə götürək. HTTP kimi. Copy all gələm ikinciyə və pass selection eləyəm.
Daha doğrusu bunu qabağa atırıq. Görə inşallah oraya geçsə zor olardı, əla olardı. Və qarşıya gedirik. Submit-də də eynən belə deyək də SQL Submit bu hissəyə gələk. ID bərabər görürsüz bu hissəni qoyub. Yəni nə deyirəm? SQL Map proqramına deyirəm ki, sorğu bax budur. ID də 1 2 3 4 göndərmişik məlumatı verirlər bazaya verilən sorğudur. Yəni sistemdə təbii ki, elədiyimiz test etik çərçivədə olan orada boşluq illaki də var. Öyrənmə məqsədi ilədir belə deyək. Və devs cookie. Cookie nədir? Çərəzlər çox vaxt bizim rastımıza çıxır. Biz də onları hamısını save eləyirik. Əslində save eləməyin. Çünki cookie'lər bəzən adamın başına bəla aça bilər. Ona görə məsləhət görürəm, səhifə gəlir, orada cookie vururlar. Yəni çərəzləri və yaddaşa saxlayır ki, gələn dəfə yəni mənə belə deyə browserin, yəni hansı browser fərqi yoxdur. Mozilla, Google Chrome, telefon adı falan gəlir ki, yaddaşa versin sizi ki, gələn dəfə yadında saxlasın belə bir şeyi ki, bir də login and password yazmayasınız, amma bəladır. Cookie'ləri heç vaxt şey eləməyin, çünki hackerlər cookie'ləri ələ keçirək. Siz necə hansısa bir platformaya girirsə, onlar da elə girə bilərlər. Onu cookie'ləri saxlamayın sistemdə. Yəni heç ümumiyyətlə cookie qəbul etməyin şərtlərini. Gəlir bu hissəyə. Bu hissəyə gəldə PPSS ID-ni görürük. Və copy all eləyirik. Copy all eləyirik, gəlir bura. Və mən deyirəm ki, mənim cookie'lərim belə deyək, mən bu dırnaq aşağısı pass selection və PPSS ID-dən sonra belə deyək ki, burada çox böyük ses ID bərabərdir. Mən belə bir dırnaq aşağısı qoyuram və dırnaq aşağısından sonra belə deyək də, bundan sonra gətirirəm buranı nöqtə vergül. Nöqtə vergül qoyuram. Yəni ardını yazmaq üçün yazıram security, yəni qorunaqlıq bərabərdir. Məsəl üçün qoyuram low. Niyə qoyuram? İndi onda başa salacağam. Daxildə tables. Cədvəlləri mənə axtar, göstər. Yəni təhlil edici hisslərinə yazdığımızı. Yəni security low'un məqsədi var. Çünki bu etik çərçivəli bir proqram vasitəsi ki, testlər eləyirlər ki, hackingi öyrənmək üçün və security low burada olduğuna görə bu sistemdə belə görünür. Təbii ki, biz testlərimizi etik çərçivədə eləyirik. Kimlərinsə sisteminə sızmadan SQL Map'in, SQL-in işləmə prinsipi və verilər bazaya. Yəni verilər bazı deyəndə çoxları verilər bazı nədir? Qeydiyyat formu olarkən, hər hansı məhsulları qeydiyyata salarkən məlumatların bilavasitə sistemə oturması, qeydiyyatların hər bir şeyin sistemə otursa verilər bazası. Həmin o SQL-dir. Cürbəcür növlər var. İndi o başqa temadır. Yəni mən orada boşluqlar varsa SQL Map vasitəsilə enter vuraq, görək inşallah necə gedir və you enter vururuq. Yenə də istəyir you enter, yes enter vururuq və başlayır axtara getməyə görə inşallah. Yəni buradakı sorğu SQL Map-ə dedim ki, bax belə bir sorğu gəlib. Get sorğu, açıq sorğu. Cookies məlumatları çərəzlərinizə budur. Security low, table cədvəlləri mənə göstər. O da eləncə gedir yes enter. İnşallah ki, hamısı da super səviyyədə gedər. Yəni o sistemin daxilində, yəni bizim test laboratoriyanın daxilində, vulnerable site, yəni bu devanın daxilində olan bilə-bilə boşluq qoyublar. Biz ora sızırıq. Görürsünüz MySQL SQL-in özüdür və oradakı cədvəlləri, qeydiyyatları bizə bir tarayır lore dildə desək. Və eləncə SQL Map vasitəsi taranma, axtarıb, yəni oradakı boşluğu görmək, yəni bazaya bilavasitə giriş göstərir ki, bazada nə var, nə yoxdur. Təbii ki, etik çərçivədə göstərir bunları. Və belənci daxilində belə gedir. Və tables deyəndə cədvəlləri. Yəni biz belə deyək də, hansısa bir Facebookda, Instagramda qeydiyyatdan keçərkən oranın özündə bazalar var, bizi qeydiyyata alır. Gələn dəfə gələrkən isə məsələn belə deyək də, session və cookie'lər bizə kömək olur. Məsələn bizi yaddarsa bir də qeydiyyat yazmırıq, birbaşa səhifəyə giririk deyə, yəni login and password yazmaq. Bu session və cookie'lərin roludur. Sadəcə o sessionlar serverlərdə saxlanılır, cookie'lər isə browserlərdə. Bəzi hallarda cookie-ni istifadə etmək ona görə olmaz ki, hackerlər browserlərə sızdıqda cookie-lərinizi ələ keçirə bilər. Siz necə girmisinizsə səhifəyə o da elə girəcək. Fərqləri budur. Və həmçinin verilər bazı hər yerdə var. Araz market deyək, hansısa bir market misal göstərirəm. Orada hansı belə deyim, məhsulu oxuturarkən barkoda o səs verir və o ambar proqramı daxilində də var, qeydiyyatda da var, bu SQL, yəni verilər var, bu belə deyək. Yəni baxaq görək gedirmi? Biz görürük ki, çoxlu cədvəllər bizə göstərdi və bu bazanın cədvəlləridir. Yenə yuxarı eləyirik, heç bir şey dəyişmirik və burada həmən cədvəllərə biraz dəyişiklik edəcəyik.
Yəni lol dediyim. Belə deyək də, love qalır. Tables'dan başqa şeyin baş eləyirəm. Yəni kusoklara ayıracağam. Bir dənə də verək. Deyəsən orada səhvimiz oldu. Bir dənə baxaq. Bildim. Sərif səhv vermişəm. Və gedirik sistemə verməyə. Və artıq həmən o cədvəlləri bir neçə kusoklara ayırmağa başlayır sistem. Görürsünüz, kusoklara ayırdı və biz bunu görürük. Çünki o opsiyadır. Yəni cədvəlləri görürük. Yenə eyni kodu yuxarı ox eləyərək gerirəm. Və İndi orada mən istəyirəm ki, misal mənə kolumları xətti users və batch. Yəni arxa cərgə ancaq dəyişirəm. Cədvəlləri userların cədvəlini, yəni mənim üçün tara loru dildə deyirəm, userlar isə və içindəki yazılar, sorğuları görmək istəyiriksə, bu dəfə biz yenə də arxa cərgəni dəyişib, məsələn deyək ki, bayaq users elədik, batch, məsələn deyək ki, burada columns, daha doğrusu burada beləyək də, dump, daha doğrusu mən dəyişib dumping eləyəm ki, users batch. Yəni belə bir kod yazdım. Diqqətlə baxın. Yəni artıq userların içindəki olanları, qeydiyyatları da mənə göstərsin və kimlər qeydiyyatda keçib açıq-açığına mənə göstərsin. Tam açıq vəziyyətdə. Daha da açılmış vəziyyətdə göstərsin və görürük. Qeydiyyatda məsələn admin var. Bayaq biz qeydiyyatla admindən girmişdik. Axı admin password yazıb girmişdim də səhifəyə. Yəni bu deva səhifəsinə. Və burada görüb passworddur. Yəni bizim bildiyimiz qeydiyyatlar bu şəkildə bazada əlavə olunublar, verilər bazasıdır. Məsələn, Facebookda kimisə bir emin, onun şifrəsi, bax belə şəkildə misal göstərirəm mən. Təbii bu etik çərçivəli laborator olduğuna görə burada admin və onun password kimi göstərilir, amma onun şifrə kimi göstərilir. Bu kriptoqrafiya əslində qarşısındakı. Kriptoqrafiya nədir? Şifrənin şifrələnməyi ki, başqaları tərəfindən oxunmasın. Təbii bu CTF məqsədli, yəni hər hansı bir CTF nədir? Captions of Flag əslində bir çoxlar bilər, yəni bilməyənlər bilsin ki, hər hansı bir sistemin, mən gələcək dərsdə onun haqqında məlumat verəcəm, hər hansı bir sistem boşluqdan ibarət sistemdir. Ora hücumlar etik çərçivə olunur ki, sistemdə öz bacarıqlarının, nailiyyətlərini inkişaf elətdirəsən. Bu da elə bir sistemdir. Burada göstərilir ki, bunun kripto şifrələnmiş şəkli, yəni passwordun budur. Açıqlığını da göstərir. Təbii sistemlərdə belə olmur. Hamısı şifrə olur və qırılmayacaq səviyyədə düzəldirlər. Və mən bu şifrəni buradan belə deyək götürsək, əslində bu özü də belə deyək, səhv eləmirəmsə bu base 64 ya MD5 olmalıdır. Yoxlayaq görək. Məncə MD5-ə oxşuyur. Gəlin baxaq. Ay götürmüyorsam bir dəqiqə üzr istəyirəm. Belə götürək copy. Gəlin MD5 dekode. Yəni kriptografik MD5 dekoda gəldi. Görək burada decrypt your MD5. Görək. Əslində bilmirəm o nədir. Baxaq. Deyir açıqlaması passworddur, görürsünüz. Bu yəni şifrə, kriptoqrafiya şifrədir. Kriptoqrafiya əslində qədimi Misirdən gəlib. Onun ta qədim Misirə o heroqriflər deyirik, həmən o belə də qəribə işarələr onlardan gəlib günümüzə. Yəni hər hansı sözlərin şifrələnməsi. Görürük ki, password sözünün şifrəsi budur. Doğrudan da CTF-də onu işarə eləyir. Password sözünün şifrəsi bu kriptoqrafiyadır. Sadə kriptoqrafiya təbii MD5 yəni açılması olur, amma bir çox sektorlarda, banklarda və qeydiyyat Facebookda onlar təbii fərqli yöndə olur. Əsas da verilər bazasıdır. Bugünkü dərsimizdə əsas mənim mövzum verilər bazası və SQL map'in işləmə prinsipi və etik çərçivədə SQL injection'ı başa saldım. SQL-də olan boşluqlar necə ola bilər və orada necə məsəl üçün belə deyək də etik çərçivədə göstərdim ki, necə SQL map'lə məsələn sistemdə test sayt üzərində, yəni necə test eləmək olar və həmçinin irəli dərslərdə mən daha irəli mövzulara toxunacağam. Çalışın, bəyənin, like'larınızı unutmayın. İnşallah vaxt tapsa daha irəli mövzulara toxunacağam. Həmçinin Instagramda da fəaliyyətim var. Abunə ola bilərsiniz orada.
Daha çox çalışacağam, nə qədər faydalı videolar varsa paylaşım. Nə suallar olarsa kommentlərə yazın. Zaman tapdıqca onlara cavablandıracağam inşallah. Allah amanında görüşərik inşallah. Allah amanında.